Azərbaycanın qeyri-neft sektorunda canlanma dövrü yaşanır. Bunu rəsmi rəqəmlər və real işlər deyir. Bugün iqtisadiyyatımızın mühərriki rolunu oynayan kiçik və orta biznes subyektlərinin sayı yarım milyona yaxınlaşır. Dayaq mükafatının təqdimat mərasimində şahidlik etdiyimiz yeni iqtisadi göstəriciləri təqdim edirik. Bəzən böyük işlər kiçik addımlarla başlayır. Müsahibim, dayaq mükafatına layiq görülən Günay Abdullayeva da Goranboyda cəmi 7 nəfərlik kollektivlə kiçik bir poliklinika qurub. Hətta tibb ocağının həkimləri 44 günlük vətən müharibəsində qəhrəmanlarımızın sağlamlığının keşiyində belə durub. Bu günlərim 108 nəfərlə regionun ən böyük xəstəxanalarından biriyik. Əvvəl kiçik poliklinika ilə başlamışıq. Hal-hazırda stasionar, reanimasiya, acil tibbi xidmət olaraq davam edirik. 2 ildir ki, böyütmüşük. İnşallah ki, regionda fəaliyyət göstərmək istəyirik, başqa regionlarımızda da. İlkin Ağamirov da dayaq mükafatına layiq görülüb. Əslən Qarabağlı olan iş adamı Azərbaycanın ilk və hələlik tək milli motosiklet istehsal edən şirkətin sahibidir. İstehsal sahəmiz Xankəndi şəhərində yerləşir. Artıq bir ildir fəaliyyət göstərir. Bir il ərzində 1200-ə yaxın motosiklet və mopedlər istehsal etmişik və əsasən indiyə qədər daxili bazarda satış olub. Ancaq yaxın zamanlarda 1-2 ay ərzində artıq ixracı da düşünürük. Bunun üstündə işləyirik. İnşallah yəqin fevral ayına planlaşdırırıq ilk partiyamızı ixrac etmək. İllik hal-hazırda 3000 ədədə yaxın artırmaq gücümüz var. Hazırda kvadrasikllar və baggilərin istehsalı üzərində çalışan şirkətin gələcək hədəfləri həm Qarabağda genişlənmək, həm də istehsal sahəsini artırmaqdır. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə güc biznesində devizi altında keçirilən dayaq mükafatının təqdim olunması mərasimində 300-dən çox iş adamı, startap, biznes asosiasiyaların nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edən İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, 2025-ci ilin 11 ay ərzində özəl sektor tərəfindən qeyri-neft qaz sektoruna investisiyalar 17% artaraq 4,2 milyard manata yaxın olub. Ölkəmizə xarici mənbələrdən investisiya yatırımları da artmaqdadır. Özəl sektorun iqtisadiyyatda payı isə 81,4% səviyyəsindədir. Cari ilin ilk 9 ay ərzində Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 4,7 milyard dollardan çox olmuşdur. Bu da ötən dövrlə müqayisədə təqribən 5% çoxdur. Ölkəmizə xarici mənbələrdən investisiya yatırımları artır. Təkcə bu ilin yanvar-noyabr aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətdə 27% artıb. Xüsusilə sənayenin inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından prioritet təşkil edir. 2025-ci ilin 9 ayda daxil olmaqla sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib. Bu dövrdə sənaye zonaları üzrə ixrac həcmi 17% artıb və qeyri-neft qaz ixracının təqribən 30%-ni təşkil edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov isə çıxışında bildirib ki, 2018-ci ildən bugünə qədər KOB subyektlərinin sayı təxminən 74% artaraq 424 minə çatıb. KOB-lar tərəfindən yargılanan əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlmişdir. Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft dövriyyəsinin 37%-ni təşkil etmişdir. Regionlarda sahibkarlıq inkişafı bizim üçün əlbəttə ki, xüsusi önəm kəsb edir. Bu il Füzuli və Kəlbəcərdə KOB ofisləri fəaliyyətə başlamışdır. Bununla da biz Qarabağ bölgəsində KOB dostu şəbəkəsinin sayını 5-ə çatdırdıq. Şuşa şəhərində KOB evinin fəaliyyəti təmin olunub, Gəncə KOB evi isə bu yaxınlarda istifadəyə veriləcək. 2018-2025-ci illər ərzində əmək müqavilələri sayı 45% və ya 595 min artmış və bu artımın 92%-i özəl sektorun payına düşmüşdür.
Bu müddət ərzində ölkə üzrə əmək haqqı fondu 3.2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3.6 dəfə artmışdır. Əmək müqavilələrinin elektron formada bağlanması uğurla tətbiq edilir və hazırda 1.8 milyondan artıq və ya 96% əmək müqaviləsi elektron formada bağlanmışdır. Nazir əlavə edib ki, 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat zərfi həyata keçirilib ki, bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil edir. Nəticədə bu dövrdə minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Qeyd edək ki, tədbir çərçivəsində uğur hekayələri dinlənilib. 2026 KOB-ların çağırışı mövzusunda panel müzakirəsi və startapçıların tanıtımı təşkil olunub. Rəqsanə Qasımzadə, Rüfət Əliyev, İTV Xəbər.